Herkese salam. DİM 2025 test toplusunda hidrogen, oksigen su bölməsində yeni əlavə edilmiş 99-cu sualın izahına baxaq. Demək, bizim 2 dənə qab, bizə şərtli 2 qab verilib. Birinci qab və ikinci qab. Birinci qabda oksigen və ozon var. İkinci qabda isə yalnız oksigen var. Və birinci, ikinci qabların hər birində 9,3 olsun 10^23 sayda molekul var. Birinci qabdakı oksigen kütləsini hesablamalıyıq. Demək, biz daha rahat olsun deyə molekulu mola çevirək. Mola necə çevirəcəyik? 9,3 vurulsun 10^23-ü. Böləcək 6,2 vurulsun 10^23-ə. Bu da edir 1,5 mol. Yəni hər bir qabda ayrı-ayrılıqda 1,5 mol maddə var. Və biz burada neçə mol oksigen, neçə mol ozon olduğunu bilmirik. Amma onu bilirik ki, cəmi 1,5 mol burada maddə var. İkinci qabda da 1,5 isə onda oksigenin qarşısına 1,5 yazırıq. Əvvəlinə daha doğrusu. Demək, birinci qabda qazların kütlələrinin cəmi. Birinci qabda nə qədər maddəmiz var? Hər bir maddənin kütləsini moluna vururuq. 32x üstə gəl. Ozonun kütləsi 48-də vururuq y-ə. 48y. İkinci qabdakı maddənin qazın kütləsinə 1,5-i vururuq 32-yə. 8 qram çoxdur. Buradan da 32x plus 48y bərabər olur 56-ya. Bundan sonra artıq həll edə bilərik. Burada əvəz etməkdə y bərabərdir 1,5 minus x. Y-in bu qiymətini gətirib yerinə yazırıq. 48, y-in yerinə 1,5 minus x bərabərdir 56. Buradan da x bərabər olacaq 1-ə. Bizdən nə istəyir? Birinci qabdakı oksigenin kütləsini. Birinci qabda x mol oksigen var. Yəni 1 mol oksigen. Bu da nə deməkdir? 32 qram.